Delissimo. Necə ləzzətli. Mətbəximə xoş gəlmişsiniz. Bugün viral olan lavaş kebab hazırlayacağım. Başlayaq. Məndə burada hardasa 500-600 qram mal əti qarışı var. Soğanı da öncədən ət çəkmə maşınından keçirmişəm, amma siz xırda doğrayıb əlavə edə bilərsiniz. Biz acılı sevirik. Ona görə bundan əlavə edəcəm. Şimdi azca qatacağım. Başqa heç bir ədviyyat ətə qatmayacağım. Düşünürəm ki, balqar bibəri, duz, bir də bu acı bibər kifayətdir. Amma siz istəsəniz kimyon da qata bilərsiniz, kəkliyotu da qata bilərsiniz. İndi biz bu əti yaxşı-yaxşı qarışdıraq. Ümumiyyətlə, balqar bibəri mən ətə çox yaraşdırıram. Son zamanlar onu da qaynanam kəşf edib. Qıymə hazırlayanda ora biraz balqar bibərini doğrayır. O qədər ləzzətli alınır ki, qabaqda heç çox əlavə etməzdik biber. Onu indi eləyirik, çox dadlı alınır belə. Əti nə qədər çox qarışdırsaz, nə qədər çox onu əssəz, döysəz, bir o qədər də yeməyiniz ləzzətli alınacaq. Və salam, ətim hazırdır. İndi keçək növbəti mərhələyə. Mən həm bulaşdan aldım, həm bu ölçüdən aldım. Amma bilmirəm hansından istifadə edəcəm. İndi açıb baxacağım, görüm hansı daha nazikdir. Çünki bizə lap nazik lavaş lazımdır. Eyni qalınlıqdadılar. Fərq etmez. Bizə lazım olan formadadır. Ona görə bundan istifadə edəcəm. Soba qabına pişirmə kağızı yerləşdirək. Öncədən. Lavaş lap əldən gedir. Və salam, ətim bitdi. Deməli, nə qədər məndə lay aldım? Buldum. Deməli, 1, 2, 3, 4, 5. Deməli, 5 laya mən ət sürdüm. Sonuncu laya isə artıq heç nə sürtməyəcəm. Bununla örtürəm. Çok qəşəng alındı. Əgər siz bunu daha nazik kəssəniz, o zaman bu hissəsi sizə daha enli alınacaq. Amma mən bunu belə enli kəsdim, ona görə burası biraz qısa alındı, amma heç nə olmaz, belə də geçək. İndi də bu çubuqları bura salacağıq. Belə ortasından. Nəzərə alın ki, buradan kəsəcəksiniz. Ona görə bunun da ortası olmalıdır. Buradan çıxmalıdır. Buradan salaq. Bıçağınız mütləq iti olmalıdır. Kabablarımızı doğradıq. İndidən çox qəşəng görünür. İndi bunun üçün sos hazırlayacağım. Bir qabda nələr qarışdıracağım? Ən əsası burada tomatdır. Biraz çili sosu əlavə edəcəm. Azca hardal, barbekü sosu və ketçup. Biraz xmeli süneli və biraz sarımsaq tuzu. Bunu yaxşı qarışdırırıq. Biraz İtalyan otları. Və salam, sosumuz hazır.
Hərəsinin üzərinə bir qaşıq bundan qoyuruq. Havalar düzəlmir ki, manqalda da nəsə hazırlayaq. Amma az qalıb. Birazdan da isti olacaq. Və salam. Sosu hər tərəfinə belə yaxdıq. Sobanı 180 dərəcəyə qədər isitmişəm. Alt üst yandırmışam. Bir də konveksiya. İndi bu kabablar gedirlər sobaya. 150 qram mozzarella pendirini sürtkəçin lap xırda gözündən keçirdirəm və sonra kababların üzərinə səpəcəm. Ətirə bax isə. Pendiri səpirik üzərinə. İndi bu əriyəcək. Və pendir əriyənə qədər təkrar qoyuruq bunu sobaya. 5 dəqiqə. Məncə kifayət olacaq 5 dəqiqə. Kababın hazır olmağına lap az qalıb. İstəyirəm süzmədən bir sos hazırlayayım. Sosa mən biraz duz, limon qabığı. Süzməyə limon qabığı çox yaraşır. Yəni onu biləsiniz. Bir neçə il bundan öncə kəşf etmişəm bunu. Hansısa əzmə hazırlayırdım. Reseptdə var idi. Süzmə yoğurda limon əlavə eləmək lazım idi, limon qabığı. Çox bəyəndim də. Şüd də qatmaq olar, xiyar da rəndədən keçirmək olar. Amma mən limon istədim. Kababımız da hazır. İndi də əsas məsələ dadına baxıram. Bu necə ləzzətlidir. Çox asan hazırlanır, amma möhtəşəm güzeldir. Sizə deyim, bu limon qabığı ilə süzməsi olsun. Çox yaraşır. Saxlayın məni.